Serbiyada U15 gimnaziyada idman oyunları keçiriləcək. Ölkəmiz yarışda 18 idman növündə təmsil olunacaq. Atletlərimiz idman gimnastikası, kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tenis, badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tenis, taekvondo, karate, cüdo, güləş, qılınc oynatma və atletika növlərində qüvvələrini sınayacaqlar. Serbiyaya ümumilikdə 192 idmançımız yollanıb. 22-ci gimnaziyada oyunlarında 15 yaşadək məktəbli qızlar və oğlanlar iştirak edəcək ki, Azərbaycan nümayəndə heyəti 274 nəfərdən ibarətdir ki, onlardan 191-i idmançıdır. 191 idmançıdan da 91-i xanım, 100-ü oğlan idmançılardır. Ümumilikdə 5 tibbi heyət gedir, 13 hakimimiz var 44 məşqçidən və media nümayəndələrdən ibarətdir ki, Azərbaycan nümayəndə heyəti və idmançı sayına görə 54 ölkədən 5-ci yerdədir. Ən əsas qeyd etmək istədiyim şeylərdən biri odur ki, idmançı heyətində legioner yoxdur, yalnız yerli idmançılardır. Təbii ki, federasiyalardan proqnozları götürmüşük, proqnozlar ürək açandır. Ümid edirik ki, vətənə bol-bol medallarla qayıdarıq. Qeyd edək ki, oyunların açılış mərasimi aprelin 5-də keçiriləcək. Turnirin bağlanışı isə ayın 12-sində reallaşacaq. Hər iki tədbir Zlatibor şəhərində gerçəkləşəcək. Yarışlar Serbiyanın 7 şəhərində təşkil olunacaq. Gəray Qiyasov, Nazilə Əhmədova, Hüseyin Bağırov, Real.